Sual: İranın hücumdan məlumatı vardı və uranın yerini dəyişdirilmişdisə, niyə komandirləri təhlükəsiz yerlərə getmədilər? Zəhmət olmasa cavablandırasınız. Maraqlı sualdır. Gəlin cavabını bir yerdə araşdıraq. Salam əziz və hörmətli tamaşaçılar. İlk öncə əziz izləyicimizdən bu gözəl və maraqlı sual üçün təşəkkür edirəm. İndi isə keçək cavaba. İran və ABŞ arasında müharibədən qabaq əsas məsələ nə idi? Onlar İrana böhtan atırdılar ki, güya İranın nüvə sənayesi atom bombasına çıxacaq və bu Qərb üçün təhlükədir. Bu səbəbdən İran və ABŞ arasında müzakirə gedirdi. Bütün dünyada qaydalar var və proseslər o qaydalarla idarə olunur. Təbii ki, əgər İran müzakirə edirsə, gözləntisi də bu idi ki, müzakirə gedərkən İrana hücum olmayacaq. Əgər bu müzakirə nəticəsiz qalsa, müharibəyə səbəb olacaq və məsələ konkret nədən gedirdi? İranın nüvə sənayesindən və 60% zənginləşdirilmiş urandan. Yəni İran bilirdi ki, əgər müzakirəni tərk etsə, Qərbi narahat edən məhz nüvə obyektləridir və vuracaqları ilk nöqtə də oradır. Ona görə də İran həmin obyektləri qoruyurdu. Müharibə bitib və indi hamı bilir ki, müharibənin ssenarisi nədən ibarətdir. Amma müharibədən öncə ssenarinin necə olacağını heç kim bilə bilməzdi. İran müharibə ehtimalını verirdi və buna hazır idi. Əgər hazır olmasaydı, onu çoxdan məhv edərdilər. İran bu böyük itkidən bir neçə saat sonra cavab verirsə, bu İranın müharibəyə hazır olduğunun açıq göstəricisidir. İran son əsrlərin bütün müharibələrini analiz etmişdi və bu müharibəyə elə buna uyğun hazırlaşmışdı. Amma bir detal var. Siz belə müharibə görmüşdünüz ki, müharibə başlamamışdan əvvəl bütün komandirləri və qərargah rəislərini vurublar ki, İran da buna hazır ola bilsin. Dünya təcrübəsində belə mürəkkəb və bu formatda bir müharibə başlanğıcı olmayıb. Bir də onlar bir komandiri vurmaq üçün bəzən 12 yeri vururdular. Öz evi, ofisi, atasının evi, bacısının evi, qızının evi və sair yerləri. Yəni onlar bu komandirlərin harada ola biləcəklərini bilib, bütün o ehtimalları eyni anda vurdular. Baxın əziz izləyicilər. Bu 12 günlük müharibədə bütün Qərb dünyasının təhlükəsizlik aparatları, kəşfiyyatı, texnologiyası, üstəgəl müsəlman ölkələrinin yarısı İsrailə xidmət edirdi. Qarşı tərəfdə isə kim idi? 200 il bu ölkədə şahlıq hakim olub. Hansı ki, şahlıq dövrü diktatora və müzlü hakimiyyət dövrü olub. Həmin 200 ildə dünyanın ən sürətli inkişafı gedirdi və İran bütün dünyadan geri qalmışdı. İran İslam inqilabı 200 illik xarabalıq və gerdə qalmışlığın üzərində qurulub. Qurular qurulmaz da 8 illik müharibəyə məruz qalıblar və o gündən sanksiyalarla üzləşiblər. Demək olar ki, elə gün yoxdur ki, İrana qarşı yeni sanksiya tətbiq olmasın. Hətta maraqlı bir məqam da var. İran üzərində olan sanksiyalar Şimali Koreyaya belə tətbiq olunmayıb. Qarşı tərəfdə isə İsrail var. Qərbin böyük hərbi bazası və bütün Qərb ölkələri əlbir olub onun yanında dayanırdı. Və bir komandiri vurmaq üçün onun evini, qohumların evlərini vurmaq bu dünyada ilk dəfə idi. İran hardan bilə bilərdi ki, hücum belə formatda olacaq? İran bu müharibəyə hazırlaşanda öz mövqelərini təyin edir. Hər ölkə kimi. Məsələn, baxır ki, 10 mövqeyi var və yalnız 7-sini qorumağa güc satır. Qalan 3-ünü isə vuracaqlar. Heç kim deyə bilməz ki, niyə o 7-ni qorudun, amma o 3-ü qoruya bilmədin. Burada əsas məsələ nəticədir. Gəlin, nəticədən danışaq. Misal olaraq, bir idmançı nəzərə alın. Dünya rekordu vurur. Deyək ki, 355 kilo qaldırır. Ona kim deyə bilər ki, 355-i niyə 360 eləmədin ki, daha yaxşı olsun? Yox, çünki həmin çəkidə artıq hər 100 qram önəmli rol oynayır. Onda biz İrana necə deyə bilərik ki, ABŞ, Avropa, İsrail və qonşu ölkələrin çoxu birləşib sənə hücum edirsə, niyə özünü 100% qorumadın? İranın dünya hegemonu olduğunu heç kim iddia etmir. İran sadəcə həmişə deyib, ali rəhbər də dəfələrlə qeyd edib, kim bizi vursa, biz də onu vurub peşman edəcəyik. Və dediyini də etdi. Bəli,
İran zərbə ala bilər, xəsarətlər də ala bilər, amma qarşı tərəfi də peşman edir. İran bütün sanksiyalara və problemlərə baxmayaraq dünyanın bütün güclərinə qarşı özünü müdafiə edə bilir. Baxın, ABŞ İranda 3 hədəfi vurdu. İran ABŞ bazasına 14 raket vurdu ki, 6-sı dəydi. Və bütün dünya o hücumun ABŞ-a nə qədər böyük ziyan vurduğunu gördü. Həm İsrailə, həm ABŞ-a son zərbəni İran vurdu və bütün dünya bir daha gördü ki, İranın ABŞ bazasına hücumu cavabsız qaldı. Əks suallar da vermək olar. Oturub 100 sualı qarşı tərəfə ünvanlamaq olar. Məsələn, Netanyahu deyir ki, biz 10 il bu müharibəyə hazırlaşmışdıq və 2 ildir ki, bu müharibənin detalları üzərində işləyirdik və bütün dünya sizin arxanızdaydı. Bəs niyə hədəfinizə çata bilmədiniz? Siz 40 ildir ki, bütün gücünüzlə İran xalqının üzərində işləyirsiniz. Nə oldu ki, 100 nəfər adam çölə çıxara bilmədiniz? Siz uzun illərdir deyirsiniz ki, İran xalqı bu hakimiyyətdən bezib və balaca bir zərbə lazımdır ki, xalq çölə çıxsın və çevriliş etsin. Bəs nə oldu? Qərb dünyasının beyin mərkəzləri, universitetləri və son texnologiyaları gecə-gündüz işləyirdi. Necə oldu ki, belə səhv etdilər? İsrail proksi deyil ki, onu atasan qabağa, İran onu rahatca raketlərlə əssin. İsrail Qərbin gözü, ən yaxın müttəfiqi və qırmızı xəttidir. Necə oldu ki, siz səhv etdiniz və İsraili İranın raketlərinin altına verdiniz? Bu suallar sonsuzdur və hər iki tərəf üçün yalnız bir cavab var. Müharibələrdə sürprizlər və gözlənilməz hadisələr çox olur.